Buyurun. Burada bir tanıdığım özümün beynəlxalq parapsixoloq ekstrasensəm. Dünya ekstrasenslər yarışında ən güclü ekstrasenslərdən yerini tutan bir insanam. 3 ildir xarici ölkələrdə işləyirəm. Ən çox da İstanbul ölkəsində işləyirəm. Yəni böyük müşahidələrim var. Böyük dünyanın demək olar ki, 40 fəaliyyətini gəzmişəm. Ayın 9-da inşallah Afrikadan dəvət almışam. Qara cindarlarla görüşmək, müşahidələr artırmaq. Yəni böyük müşahidələrim, yaşımın az olmasına baxmayaraq böyük müşahidələr, beynəlxalq diplomlarıma kimi var yəni. Bəli. Mən Rüstəm müəllimə böyük hörmətlə yanaşıram. Onun əsərlərini də hətta o haqqında onu oxumuşam. Marağım böyüdür, yəni hörmətim də var. Sadəcə bunu demək istəyirəm ki, xırda bir, məsələn, belə danışdıq ki, cadu yoxdur, cisim yoxdur, qara qüvvə yoxdur. Fərəq surəsi, Allahım gecə düyün vuranların şərindən məni qoru. Niyə görə deyir? Gecə hansı düyün vurulur? Paltıra mı düyün vurulur gecə? Gecə düyün vuranların şərindən məni qoru. Fərəq surəsində deyir. Bunu İslam özü deyir. İslamdan başqa bütün dinlər deyir. Cadu var, əməl var, elinir də, insana batır da, insana hətta xəstəliyə də salır. Deyirlər talih qismət. Talih qismət var, yazılıb, amma bu öz əlimizdədir. Hərə öz yolunu özü seçə bilər. Bu cadu olunur da, var da, batır da. Sadəcə mən də, mənim kimi insan da orada olmalıyım. Onu hiss etmə. Bəlkə o cadu deyil. Rüstəm mənim demiş ki, irsi bir xəstəlik də onlarda olur. Bundan da mən razıyam. Mən deyə bilmərəm. Məsələn, elə bir xəstələr var ki, mənim yanıma gələn Türkiyədə bütün həkimlərdən keçir. Bunda heç bir problem yoxdur. Amma insan özündə deyil. Özünü idarə etmir. Hansı bir qüvvə buna təsir edir. Mən elə bir xəstəliklə işləyirəm hal-hazırda İstanbulda. Bu da ola bilər. Ona bir zat vermək istəyirəm. Buyurun. Mənim çox böyük hörmət elədiyim bir fikir adamı var. Yer üzündə Türk dünyasının çox böyük bir fikir. Niyə halatsız? Təbii ki, heç kim oxumayıb Azərbaycanda onu. Çox böyük bir fikir adamıdır. Ondan siz məndən hansı dinə inandığını soruşsunuz. Ondan onu məhkəmədə həbs eləmək üçün o sual verirsən, İslam'a inanırsan, ya yox, o təbii ki, inanmırdı. Ancaq gözəl bir söz demişdi məhkəməsində. Demişdi ki, İslam dini mənim xalqımın dini olduğundan mənim başım üstə yeri var. Bəli, mənim İslamın mənim başım üstə yeri var, ancaq mənim düşüncə tərzim fərqlidir. Mən məsələn üzr istəyirəm. Mən sənin sözünü kəsmədim. Mən Buddizmin nə olduğunu öyrənmişəm, Xristianlığın, nə bilim, Musəviliyin, bütün dinləri xəbəri olan bir adamım. Və o məndə siz deyirsiniz müsəlman, müsəlmançılığın önündə sizin işiniz qadağan oldu ki, Quranda. Üzr istəyirəm, mənim sözümü kəsmə, sonra cavab verə bilirsən mənə. Hətta sizin məşğul olduğunuz, əgər sən İslam'a inanırsansa, Qurana kitabı inanırsansa, sizin işinizin özü belə Quranda qadağandır. Oxunan fala baxmaq, kitab açmaq, Quranda aya var. Sizin işinizi Allahın özü qadağan edir. Siz niyə o işlə məşğul olursunuz? Hörmətli tamaşaçılar, verilişimizə yeni qoşan tamaşaçıları nəzərə çatdırırıq ki, bugün biz bir ailənin faciəsi ətrafında söhbət edirik və təbii ki, söhbətimizi davam etdiririk. Həsən bəy, baxırsan ki, maşallah, cavan oğlansınız. Bu qəbristanlıqlarda sizin nə işiniz var? Bax, bunu mənə bir sualıma cavab verin. Bir dəqiqə. Bax, paytaxtımız günü-gündən gözəlləşir. Görün. Siz mən hansı qəbristanlığı görmüşsünüz? Bir dəqiqə, görmüşəm. Siz mən hansı qəbristanlığı görmüşsünüz? Bir dəqiqə deyən, deyirsiniz, açmağı, bağlamaq. Bir dəqiqə deyən, acadını açırlar, bağlayırlar. Bax, cavan oğlansınız. Bu dirilərdən əl çəkib, indi də yazıq, cansız bir xəbər. Sizin kimi insanlar ki, ölüləri rahat qoymurlar, gelib doldurursunuz. Siz rahat qoymursunuz. Xeyr, qəbirləri doldurursunuz. Siz onu rahat mənim işim budur ki, onları təmizləmək, insanlar doldurursunuz. Hansı qəbrə baxsan doldururlar. Bu da hansı qəbrə baxsan doldururlar. Niyə narahat edirsiniz? Doldururlar, sizlər doldurursunuz da. Belə kimiş insanlar, bir-birinə Bir dəqiqə, Həsən bəy, onu siz eləyirsiniz. Mən heç kimə pislik eləmirəm. Mənimki ancaq insanları təmizləməkdir, şeytan çıxartmaqdır. Gətir gözümün qabağına şeytanın xəstəni çıxardım. Sənin kimsin elə lənətləyərəm ki, buradan durub sağ gedə bilmərsən. Çox səhv eləyirsən, sən lənətləyərsən. Buradan durub, bax, burada sən boğularsan. Səni burada boğaram mən. Səni burada, bax, burada oturursan, səni şeytanla boğaram. Lənətləyər, buna bax. Səni burada şeytanla lənətləyərəm. Bir dəqiqə, mən gözlərimin şahidiyəm. Bu işlər hamısı zindarışda haramdır, getmək də haramdır. Nə mənim yanıma gəlin, nə də bax, amma getməyin, haramdır. Fakt bu işlə məşğul olun, yaxşısına da, pisinə də haramdır. Mənim üç əziz adamımın, bax, bunlar, yəni ki, ölümünə səbəb olub. İnanın. Demək, siz də inanırsınız ki, bu Cadu var, əlbəttə cadu var. Təbii ki, onlar fırıldaqçılardır, yəni. Fırıldaqçılar orada. Üzr istəyirəm, xanım. Mən sizin sözü kəsməm, sizə diqqətlə qulaq asdım axıra qədər. Deməli, sizin verilişdə burada, o bir dəfə iştirak edirdi. Bəli. Ona sual verdi. Sizin jurnalistlərdən biri ona sual verdilər ki, adı nə idi bilmirəm, modda olan Rusiyada yaşayan. Ya adlar yadına qalmış ki, mənim üçün maraqsız şeylərdir onlar, ona görə adlar yadına qalmış. Buna sizin jurnalistlərdən biri sual verdi ki, siz Azərbaycanda işləmək fikriniz var və Azərbaycanda nə vaxt gələsiniz? Dedi ki, bilmirəm. Bu adam, adamların 100 ildən sonraki taleyindən xəbər verir, 25 ildən itmiş adamından özündən xəbər verə bilmir ki, mən bu Azərbaycanda gələcəm ya yox. Fırıldaqçı deyil.
Özü haqqında deyə bilmir ki, mən sabah gələcəm ya gəlməyəcəm. Fikrinizdə bir balaca yanlışlığı var, yanlışlığı. Mən o verişə xanım qulaq asırdım ona görə. Mən istəyirəm bir dənə maraq. Rusiyanın özündə elə dəstəkləyirlər ki. Mən özür istəyirəm. O fırıldaqçıları mehmanxanada gördüm. Mən üzr istəyirəm, çox maraqlı bir detal deyil. Özü də istəyirəm ki, qoy bütün xalq bunu eşitsin. Mən bizim Ordubad çox dindar bir yerdir. O kəndə getmişdim Yürgüz bəy. Deməli eşitdim ki, kəndə belə bir din adamı gəlib, fala baxır. Yəqin kətlərin də eşidir bunu. Şeyx Nəsrullah. Belə bir yəni növbəti Mirzə Cəlil Şeyx Nəsrullahlardan bir də kəndə gəlibdi. Təbii mənim anam da ona nəzir göndərdi. Anam 9 yaşından namaz qılıb oruç tutan bir Kərbalayının qızıdır. Deməli bu bir həftə qaldı, mən də kənddə qaldım. Bu bir həftə o kənd cəmaatının başına nə oyun gətirmədi. Onun falına baxdı, bunun falına baxdı, onun gələcəyindən xəbər verdi, filan kəsin qızını ərə verdi, filan kəsi boşaltdırdı. Deməli mənim də bir bibim var, bibimin də yoldaşı var. O da elə şeylərə inanan deyil, evləri kəndin yolun qırağındadır. Deməli bu sabah bu falçı gedəcək. Şeyə xəbər göndərib, bu bibimin yoldaşına xəbər göndərib ki, Allah hər müəllimə deyin görün sabah avtobus olacaq ya yox. Fırıldaqçı deyə yox. Bütün adamların taliyinə baxan adam bilmir sabah avtobus olacaq, bu gedəcək ya yox. Bu fırıldaqçılıq deyə yox. Bundan bariz nümunəsi ola bilməz ki yəni. Buyurun, bir dəqiqə üzr istəyirəm Elmi müəllim, buyurun, sonra danışarsınız siz. Mənə maraqlı gəlir ki, dünyada bu boyda məşhur universitetlər var da, Cambridge, Oxford, Harvard, sadalamaq çox olar. Hələ onların heç birində nə ekstrasensorika, nə parapsixologiya, nə astrologiya adında elmlə tədris olunur. Olunur, yəni ki, bunlar elmdən kənar bir hadisələr praktik, bir məşğələ səviyyəsində. Bəli, və heç bir dünyada özünə hörmət eləyən bir xəstəxanada, bir klinikada, istər dövlət, istər özəl. Belə bir xidmət yoxdur ki, insanlar gedirlər ora və müraciət eləyirlər, onların bu işinə baxırlar. Bunun elmi cəhəti. Dini cəhətdən də belə bir şey var ki, Qurani Kərimdə ayə var. Təxminən mənası buna gəlir ki, Allah Teala deyir, əgər siz məndən qeyri kiməsə və yaxud da nəyəsə inanarsınızsa, mən ona güc verərəm, sizin taliyinizi idarə eləyər. Psixologiyada inam çox güclü bir faktordur. İnsanlar var, İraq olsun, heç vaxt dünyaya uşaq gətirə bilməzlər. Amma o qədər özünə təlqin eləyir, o qədər daxilində inam yaradır, yalançı hamiləlik adlanan fenomen var. Eynən hər bir müşahidə elədiyimiz hadisə o insanda olur. Və yaxud da insan isti bildiyi bir predmeti soyuq olduğu halda onun əlinə toxundurduqda onun əli yanır. Həm o hissiyatı olur, həm o suluqlar əmələ gəlir. Yəni inam məsələsi. Bilməm, çox üzr istəyirəm. Mən sizdən %100 yazdım. Amma indi məndə belə bir sual doğdu da. Bilirsiniz, bu məsələ niyə məni cəlb elədi? Burada bir nüansı var. Demək, o kişini ki, hansı ki evladları ölürdü o həyətdə köçəndən sonra, düzdür, bir müddət bunlar yaşayıblar, uzun müddət yaşayıblar. Onlardan qabaq insanların da ailəsində faciə törənib. O adam ki, bunlardan əvvəl orada yaşayırdı, onun da 2 oğlu orada rəhmətə gedib. Bax, məsələ budur. Yaxşı, siz buna necə aydınlıq gətirə bilərsiniz? Yaxşı, bunu deyək ki, bunlar xəstələndilər, 4-də, 5-də öldülər. Bəs ondan qabaqki o uşaq... Qoyun deyim, nəyə görə? Birincisi, elə inamı ona görə gətirdim. Çünki əslində o ailənin faciəsini, mən elə razıyam Rüstəm müəllimdən ki, o genetik xəstəliklər var ki, o qədər genlər insan tərəfindən hələ çox su açılmayıbdır da. Müəyyən yaşa qədər insan yaşayır, çox elə sindromlar var tibbdə. Müəyyən yaşda qəfildən insan tamamilə məhv olur. Ola bilsin ki, genetik faktor və ananın, atanın da dünyasını dəyişməyi, dayılarının da bu faciənin psixoloji təsiri də olaraq. Amma o ki, qaldı ondan qabaq insanların olmağı, bəlkə də orada bir elmdə bu təsadüflər, ehtimal nəzəriyyəsi var da. Bir yerdə bir hadisə olur, sonra insanlar özlərinə inandırır, ondan sonra olan insanlar ki, mənim də başıma gələcək. Afrikada voodoo adlanan belə bir cadu deyirlər forması var. Gəlir tam sağlam adama, şaman mı deyək onlara, yoxsa orada gəlir deyir ki, sən öləcəksən yarım saatdan sonra, doğrudan da ölür. Deyə görə psixoloji təsirdən. Çünki bütün insan orqanizmini, insanın beyni, siniri idarə eləyir. Ürəyin özünü də avtonom sinir sistemi var. Və ona da insanın ruhu, yəni psixikası təsir edir. Və bir məsələni də deyim, mütləq deyirik, hər hansı bir yerlər faktorudur. Bugünkü gün hamı bilir ki, yer kürəsinin maqnit sahəsi var. Və bu maqnit sahəsi o paralellər meridianlarda olduğu kimi sahələrə bölünübdür. Və bəzi yerlərdə o sahələrin toqquşduğu bir yerlər var. Məsələn, Amerikada belə bir həmin yer var. Belə anormal maqnit sahəsinə malik olan yer var. Orada məsələn bu predmet əyili dayanıbdır. Bunun üzərinə nəyəsə qoyanda aşağı deyirlənməlidir, amma yuxarıya deyirlənir. Ona görə ki, orada əks maqnit effekti yaranıbdır. Və doğrudan da elmə əsası var. Niyə görə bəzi yerlər müqəddəs yerlər hesab olunur? Çünki oranın o maqnit sahəsinin bəli təsiri insana müsbət
müsbətdir və indi ziyarətgahlar pirlər ki deyirlər, ha, Ağdəvəni buraxırlar, gedir harda oturur orada. Çünki heyvanlar o müsbət yerləri daha çox tez hiss eləyirlər. Və eləcə müsbət yerlər olduğu kimi əslində insanlar özləri də o müqəddəs insanlar bəzən bilərək, bəzən bilməyərəkdən o pirləri gedib elə yerdə ucaldılar ki, oranın doğrudan da o maqnit sahəsi insana müsbət. Və elə də yerlər var ki, orada mənfi var və bu şeyin bugünkü gündə... %100 sizdən razıyam, xüsusilə... Engiz müəllim, olar mı? Deməli, insan da mənfi enerji və müsbət enerji yollaya bilər, idarə edə bilər də. Belə əgər yerlərdə varsa, bu insanda da var. Mən dünya yarışmasında dedim, bura bax, tutdum, gətirin qaşıqları, mən yapışdırdım bədənimə qaşıqları, mənim metal qaşığım, mənim yəni sənətli filmlər var mənim haqqımda. Beynəlxalq Ukrayna dünyaya 300 insan idi dünyadan gələn, 300 dünyanın hər bir ölkəsindən ora beynəlxalq ekstrasenslər gəlir. Ən güclü Azərbaycan özləri mənə dəvət eləmişlər. Mən getdim, soyundum, var enerji, soyunun qaşıqları yapışdırsın. Özləri gətirdilər, efir qaşığı, hamısı YouTube-da faktla sənətli filmlərim var yəni. Necə insanda da bioloji var. Biz də insana mənfi gözlü yollaya bilərik, mənfi enerji yollaya bilərik, mənfi enerji ala bilərik. Adicə bir fikir verin, bioloji enerjidir bu. İndi aura var, hasansa mən 10 il bundan qabaq deyəndə insanda aura var, gürürdülər. Deyən insan ətrafında işıq var. İndi artıq aparatlar çıxıb ki, insan aurasını çəkir. Faktusu budur. Necə olur onda insan ətrafında işıq var? Onu gəl bunu da inkar eləyək. İnsanın o mənfi müsbət aurası bilirsiniz əsasən nəyə dayanır? O adamlar ki, daim qeybət eləyirlər. O adamlar ki, başqalarının pisliyinə danışırlar, başqalarının pis gününü arzuluyurlar. Artıq onlarda o mənfi aura deyilən bir anlayış. Bu da subyektiv təəssürat bağışlayan bir şeydir. Buyurun. Məhəmməd Peyğəmbərdən soruşurlar ki, ya Peyğəmbər, siz də səhv eləyə bilərsinizmi? Deyir, bəli, mən də insanam, mən də səhv eləyə bilərəm. Bir şeyi Allah deyirsə, o düzdür. Hər kəsin dediyinə burada hörmətim var. Yəni Rüstəm müəllim öz biliyi səviyyəsində danışır, Elmir qardaş öz bildiyi səviyyədə danışır. Ancaq bir şey yadımızdan çıxartmayaq ki, bunların hamısı insanın yazdığı kitablara əsaslanır. Gəlin Quranla əsaslandıraq. Quranda Allah buyurur ki, ey insanlar, bu dünyanı oyun dünyası yaratdıq sizləri sınamaq üçün. Özünüzü şər, şeytanlardan qoruyun. Fikir verin, Allah nə demək istəyir? Yəni Allah özü təsdiqləyir ki, mən bu dünyanı oyun dünyası yaratmışam, xeyir də yaratmışam, şər də yaratmışam. Və bunun mübarizəsində çalışın ki, həmişə şərə qalib gəlin. Və Məhəmməd Peyğəmbərdən soruşurlar ki, ya Peyğəmbər, sənə də Allah cin şeytan ayırdı mı? Deyir, bəli, mən də insanam, mənə də cin şeytan ayırdı. Ancaq mən həmişə çalışıram ki, şeytanı üstəliyim. Fikir verin, yəni ki, burada bunları danmaq, ay şeytan yoxdur, ay cin yoxdur, ay nə bilim plan şey yoxdur. Hamısı var. Mən görsədim, mən görsədim o cünü 3 dənə cünü, mənim evimdə yaşır, gəlsin kim istəyir, çəkilişinə, gəlsin görsədim gəzişirlərdir. Nə danışdı, o baş gəzişirlər. Mən özü istəyəm, qoy mən sözümü deyim tutarım. Qoy mən sözümü deyim tutarım bir də. Bizdə tibbdə buna deyirlər Kandinski-Klerambo sindromu. Belə hallar var, insan... Elə bilir ki, evdə cin var. Ümumiyyətlə, bax bu... Mən görüm, cəmaat gəlib görür, nə danışır? Qardaş, bizi də mən sözümü tamamlayayım bir dəqiqə. Tüklü, quyruqlu məxluqdan getmir. Hər bir insanın qəlbində psixoanalizdə bayaq siz Zigmund Freud dediniz, o qara niyyətlər ki, istəklər olar, instinktlər dünyaya gələndə. Bax, şeytan odur bizim içərimizdən, bizim hamımızı o yola çəkir. Amma şeytan deyəndə o tüklü, quyruqlu, nağıl obrazı nəzərdə tutulur. Yox, bir dəqiqə. Yox, qardaş, bir dəqiqə, üzr istəyirəm. Elə deyil. Siz onu elmlə deyirsiniz. Ancaq gəlin Quran-ı Kərimlə deyək, mən bayaq dedim. Biz bir insan olaraq səhvə yol verə bilərik. Əgər Məhəmməd Peyğəmbər deyirsə ki, mən də bir insanam, mən də səhv eləyə bilərəm, bir şeyi Allah deyirsə, o düzdür. Onda gəlin, biz Quranla tutuşduraq. Her şeytan cinlərdən və insanlardan olur. Elə Quranda Allah deyir ki, şeytan insanlardan olur. Və cinlərdən olur. Aldadan, fırıldağa çəkən, əxlaqsızlıq eləyən, bir dəqiqə, üzr mən sözümü deyim, tutarım bir dəqiqə. Yəni, bunun varlığı var. Ancaq bir şey deyim. Ancaq qardaşın dediyi kimi yox. Caduya inananlar iradəsi zəif olan şəxslərdir ki, caduya düşürlər. Getməzsin. Əgər bir insan özünə vuruşat edir ki, ay mənə cadu eləyiblər, mən pis olacaq, nə olacaq? O həqiqətən doğrudan da pis olacaq. Buna psixologiyada, parapsixologiyada bunu şey niyə deyirlər? Sama bunu şey niyə? O həzrət ifadəsinin nə mənə anlama gəldiyini bilirsiniz? Bəli, bələdçi deməkdir. Ay sağ olun. Sizin dediklərinizin mən Quranda oxumadım. Məhəmməd Peyğəmbərin dediklərini Quranda oxumadım. Bəlkə də hədislərdən sən danışırsan. O elə ayə yoxdur. Mən Quranı bilən adamım. Xeyr, var. Üzr istəyirəm. Bu Quran-ı Kərimdə var ki, ey insanlar, bu dünyanı oyun dünyası yaratdıq sizləri sınamaq üçün. Özünüzü şər şeytanlardan qoruyun. O ümumi fikirdir. Mən sizə başqa şey aidiyyatı yox. Ümumi fikir deyil, bu ayədir. Açıb 72-ci sürənin 28 mən sizə Qurandan ancaq olduğu kimi bir ayə gətirmək istəyirəm. Yəni mən elə olduğu kimi dedim Müstəmə. Yox, siz dalısın başqa şeylər dediniz. Birinci cümləsi düzüydü. Dalısınca özü düzəltdi sonra. Quranda bir ayə var. Deyir, ey Rəsulum,
bəndələrin bir gün səndən ruh haqqında soruşacaqlar. Bu haqda Söylə ki, yasaqdır. söylə ki, onlara lazım olduğu qədər verdim. Yəni ondan artıq bilmək olmaz. Bildiniz ya yox. Siz indi Allahın qoyduğu yolu da belə itirirsiniz. Ondan artıq şey bilmək istəyirsiniz. Bu şeytanlıq əlamətidir. Allah nə qoyubsa, nə veribsə, onu bilmək olar. Sizin, bax, oğlum, sənə də deyirəm. Mən səndən yaşı çox böyüyəm. Bax, fala baxmağın oğul, sən Quran oxuyansan. Mən geyimdən baxıram, Quranda bu şey qadağan olunub axı. Yox, bir dəqiqə. O küfr hesab olunub. Mən indi ancaq, məsələn, İstanbulda ancaq xəstələri sağaldım. Burada oturan saqqallar da bilir ki, Baxmaq risk aldı ola bilər ki, mənim yanıma xəstələr gətirilər, faktla. Mən deyirəm, get həkimin bütün testlərindən gətirirlər. Ruh xəstə, gedir həkimin testlərindən keçir. Bunun beyninə kimi yoxlanır. Bu insan hər şey normaldır, müalicələr də alır. Mənim yanımda necə olur 14 günə? Subutlar var, adamlar var İstanbulda. Mən 3 ildir məni əllərinin içində saxlayırlar. Necə lazım mən İstanbul dövlətində yaşayıram. Siz Fələq surəsini qəbul eləmirsinizsə, Allahım gecə vuran düyünlərin şərrindən məni qoru. Mən sizinlə söhbət edirəm. Siz Cavud inanmırsınız, Allah inanmırsınız, öz işinizdir. Mən inanıram, Allah da var, Cavud da var, Quran da var. Bundan öncə göndərilən kitabları da var bu. Başa düşürsünüz nə demək istəyirəm? Aydındır. İndi çox maraqlıdır ki, bu gənclər üsyan edir çox zaman. Məsəl üçün bu deyək ki, mistikadır, qara magiyadır. Ən çox bu axın gənclərdən indi bir dənə də gənc var burada. Çox qəribədir. Məsəl üçün geyim tərzi heç sizi bir-birini tamamlamır. Saçın göstər. Alqış lazımdır da yəqin ki. Bilirsiniz, İndi yaxşı, çox üzr istəyirəm. Saçı siz özünüz göstərdiniz. Yox, çox üzr istəyirəm. Mən heç vaxt, heç kimi öz verilişimdə yəni istəməmişəm ki, kimsə buradan məsəl üçün deyək ki, karyerasına, hörmətinə, adına hardasa hesab etsin ki, bir xələl gəlir. İstəməmişəm, həmişə balans saxlamağa çalışmışam. O saç məsələsini siz özünüz elədiniz, mən onu demədim. İndi bu saçınızı siz birinci danışmadan qabaq göstərsiniz, o nə anlama gəlir? Bunu biz necə qəbul eləyək? Yox, qəşəng indi mən deyəcəm, siz də normal qəbul edəcəksiniz. Seyid ocağını bilirsiniz ki, varisiyəm və bizim nəsil ümumiyyətlə bunu saxlayır. Saxlayır. Biz o seyidlərdən deyilik ki, dilənək, qapı döyək, nəzir götürək. Bizə gələn nəzirdə heç bizim vaxtımız yoxdur götürək. Söhbət bu ailənin faciəsindən gedir, məsələsindən gedir. Deyir qurt yağı. Mən illər bundan öncə verilişlərin kanalların birində dedim ki, xahiş edirəm bizim jurnalistlərdən, bizim mediamızlardan bir dənə canavar alın, qəşək doğrayın, onun yağını gətirin. Qurdun o içəlatının yağından mən yumurta bişirib yeyirəm. Deməli, mən Mirxanlar bircə dəqiqə. Qurt, yox niyə ki? Yəni, sübut etmək istəyir ki, yəni belə bir şey yoxdur. Gəlin, boş-boş şeylərə fikir verməyin, cadı var. Axşama kimi falçıların qapısı cadı alma üçün durulur. Yəni, bu istər müğənnilərdən, istər bizim siyasi adamlarımızdan, istər adi vətəndaşlarımızdan. Mən 12 il falçı işləmişəm. 3 il rəsmi. 2 ildir ki, mən heç kəsi qəbul etmirəm. Dövlətdə elə staj yoxdur, ştat yoxdur ki, rəsmi olaraq falçı işlədir. Mən sizə 3 ildir rəsmi sənətlərimi göstərə bilərəm, bu bir. Yaxşı, bax, falçılıq eləmiş. Bir dəqiqə, bax, bir dəqiqə. Bizdə bu meydandır. Bir saat, bizim vaxtımız var, qulaq asın. Mən həmişə, ümumiyyətlə biz, həmişə müxtəlif sferadan söhbət gedir. Tək məsəl üçün sizin sahənizdən yox. Həmişə istedad axtarmışıq, talant axtarmışıq. Ondan sonra bəlkə var, biz məsəl üçün niyə onun məsəl üçün bu istedadını üzə çıxarmazı kömək eləməyək? Siz deyirsiniz ki, 3 il falçılıq fəaliyyətinə məşğul olmuşsunuz. 2 il, amma bugünkü... Bir dəqiqə dayanın da, o 3 il... Yaşından cavan insansınız. Yox, bir dəqiqə dayanın. Siz xahiş edirəm, bir falçı kimi burada bizə nə qeyri-adi bir şey göstər, kimin haqqında nə deyə bilərsiniz? Yox, indi gəl danışaq. Mən heç kəs... Bax, falçısan, bax mənim haqqında. Yox, bir dəqiqə də, biz gəl danışaq da. Mən bugünkü gündə ortamda olmayan bir insanam. Heç kəsin haqqında fikir söyləmirəm, nə gündəlik həyatımda, nə telefon zəngləri, heç bir sahədən, yəni bu haqda çalışmıram. Ona görə ki, mən səhiyyə tərəfdə qaçmıram. Sizin şəxsi həyatı məni maraqlandırmır. Yox, başa düşdüm. Bugün mən bu işlə razı deyiləm. Mən sənə sual verirəm. İnsanı kimi danışırsın. Burada qadın var, bax bu qadın, əlində mikrofon olan bu qadının bir problemi var. Mən bilirəm onu. Siz deyə bilərsiniz ki, bu qadının problemi nədir? Desən, mən səni burada necədirlər, öpəcəm, heç vaxt deyə bilməz Elgiz müəllim. Mən söhbətdən yayınmıram və fikrim də yoxdur yayınım. Bax, vaxt deyilmiş gözlüyür, işte bir saatda zadırıq verilişi. Deyir ki, neçə ildir işləmişsən falçı deyirsən oğlum? 12. Neçə yaşın var? İndi 24. O böyük o Mirzə Cəlil, Mirzə Rəhbər Sabir. Rəsmiləşdirilmiş formada... Saxla, danışıram mən. Mirzə Cəlil, Üzeyir bəy, Sabir təhcə böyük istedad sahibi olduqlarından bu dəqiqə yaşamırlar ki, bu adamların zübatından hələ moddan düşməyiblər.
Yəni biz 100 ildir bu Mirzə Cəlili, Üzeyir bəy köynəlməyə qoymayan bu adamlardır əslində. Bu aktuallığını itirmir. Əslində onlar yazandan sonra 100 il isə biz inkişaf eləməliydik. Bu cür adamlar qoymurlar. Bu millətin başqarı verir. Git və ekstrasensordan mənə 24 dəfə zəng eləyiblər. Bəli. Mən qəbul eləməmişəm. Axırıncı dəfə çox təkid elədilər ki, indi deyəcəm niyəsin, çox təkid elədilər. Dedim, yaxşı, mən gəlirəm ora, mən əlimlə, kimdəsə kista var, ya nəsə var, mən onu yox eləyim, siz aparata qoşun, görsədin. O necə yox olur. Dedilər, sən doğrudan vergilisən, bizə doğrudan vergili adam lazım deyil. Fikir verin. Siz Ukraynada Bir dəqiqə. Ora gedənlər yalançılardır. Ora gedənlər, üzr istəyirəm, açıq deyim sizə. Bəli. Ora gedənlər ancaq orada o təşkil eləyənlər SMS-lə pul qazanır. Bu bir. Amma SMS olmur orada, nə SMS? Bu bir. İkincisi, üzr istəyirəm, bu dəqiqə gedin Moskvaya, çox üzr istəyirəm. Yəni ora gedən insanlara lahadrom deyirlər ora, yəni loxların düşdüyü yer. Zəng eləyin ora, deyəcəklər ki, 70.000 rubley, get keçir, girərsən yanına heç başa düşməyəsən, nə dedi sənə, çıxandan sonra başına vurur ki, ay, girdim 70.000'im getdi mən. Yəni belə şeylər, üzr istəyirəm, istər televiziyada keçirilən ekstrasens yarışmaları, üzr istəyirəm, bir insan, əgər Allahın ona verdiyini gedir, nə bilim, SMS yarışına qoyursa, mən bu insana hörmət eləyə bilmərəm. Yetərincə sizə vaxtı oldu, bir dəqiqə. Deyilsiz o qadın problemlidir, yoxsa yox? Ona görə ki, mən bu sahədə yoxam. Amma gəlin diqqət, bircə dəqiqə. Gəlin, o ailənin problemindən danışanda, xahiş edirəm, Azərbaycanın təhsili, Azərbaycanın səhiyyəsi yüksəkdir. O ailənin, yəni qəbir açıla bilərsə açılsın, o ölülərdə analizlər götürülsün. Mən varlığıma inandığım kimi, yəni öz varlığıma inandığım kimi, hamınızı inandırmaq yox, belə sübut eləmək istəyirəm ki, orada nə cadi, nə əməl yoxdur. Bunlarda irsi bir xəstəlik var. Aydındır və indi bizim, buyurun xanım, buyurun. Çox mən üzr istəyirəm. Bilirsiniz, oğlan mənim və ya başqasının problemini heç vaxt deyə bilməz. Bu sadəcə olaraq, bilirsiniz, bu belə bir problemdir ki, o cavan oğlan, mən görürəm ki, onun həqiqətən özünün psixoloji durumda problemi var. Yəni, Elmir müəllimə həqiqətən onun ehtiyacı var. Ona görə ki, bilirsiniz, insan durumu, psixoloji durumu, insan özünü necə psixoloji durumda tərbiyə eləyirsə, insan elə yetişir. Heç bir vaxt şəxsən mən inana bilmərəm ki, həyat boyu hansısa bir cadugar və ya hansısa bir ekstrasens mənim əqlimə təsir eləsin. Ona görə ki, mən öz əqlimi bacardığım qədər düzgün inkişaf elətdirə bilirəm. Alqışlayan xanımı yaxşı. Mən sübut eləm, versin paltarını, mənə 41 gündən sonra mən o paltarı salıram. Versin paltarını, bilən inanmır, bilmirəm. Versin paltarını şəklini atasına. Mən o salıram, partilə, onu məhv verirəm, efir qarşısında. Mən 41 günü o adam partilə salıram. Baxın onun danışığına və mən onu partilə salıram. Mənim beynimin etəmsin, sənə partilə salıram, mən 41. Ver paltarımı. Mən ona inanıram. Ver paltarımı mənə, qorxmursan ver. Bu cadu deyilən, əməl deyilən şey sizə yəni o qədər yaddır. Bizim burada heç birimizə, mən sizə inandırım ki, yad deyil o. Buradan efirdən onu mən avariya sala bilərəm. Bax buradan mən baxım, elə eləyərəm ki, buradan avariya düşər. Allah göstərmir. Versin, inanmır da, versin paltarını. Siz heç bir şey eləyə bilmərsiniz, ay oğlan. Mən bir günlərimiz gedirdə bir yazılar, kitablarımı da yazmışam ki, onu da İsa Hüseynova yazmışdım, çox hörmət edədiyim bir yazısıdır. Ona məktubunda yazmışdım ki, insanın Allahla söhbəti ibadətdir. Ancaq Allahın insana söhbəti şizofreniya əlamətidir. Bax, bu işlərdən məşğul olan şizofreni xəstələrdir. Bunlar hamısı boş şeylərdir. Mənim aləmimdə belə şeylərlə məşğul olmaqdansa, gedib biraz kitab oxusalar ondan hamısından yaxşıdır. Sadık bəy, mən sizdən artıqca xahiş edirəm. Artıq siz bizə bildirin, siz bizlə getdiniz, bir ekstrasens kimi orada müşahidə apardınız. Sizin ailənin şikayətinə görə biz bu müzakirəni təşkil eləmişik. İndi siz öz fikrinizi bildirin. Bizim hörmətli Rüstəm müəllim də bildirsin, fikir bildirsin sizin fikrinizə və biz görə bu ailəyə biz necə kömək eləyirik. Əsas bizim məramımız, məqsədimiz ailəni bu psixoloji durumdan çıxartmaqdır. Buyurun, nədir? Siz hansı qərara gəldiniz? Bizim ora getməyimiz, mən birincisi ailəsin rəhbərliyinə təşəkkürümü bildirirəm, Elgiz müəllimə təşəkkürümü bildirirəm. Çünki bizim ora getməyimizlə çoxlu düşmənçəliklər götürüldü aradan. Çünki bu kişi bütün qonşuların hamısını elə bilirdi ki, hamı cadu eləyir buna, nə bilim, əməl eləyir buna. Bizim ora getməyimiz ortaya çıxartdı bunu ki, burada heç bir qonşunun cadu eləməyi zadı yoxdur, elə bir şey yoxdur. Sadəcə olaraq evdə doğrudan da həddən artıq, evin aurasında həddən artıq qaralıq var, həddən artıq.
Yəni bu da faktdır, elm bunu sübut edir. Bu dəqiqə hal-hazırda dünyada elə bir aparatlar var ki, insanın aurasını çəkir, göstərir. Yəni bu var, evin aurası. Orada sadəcə olaraq qaradır, heç bir cadı yoxdur. Ev tikilişdən hansısa qəbirstanlıq torpağı mı, daşı mı, belə şeylər istifadə olunub o evin tikilişində. Ona görə də çox energetik, yəni qaralıq var orada həddən artıq. Heç kim cadı əməl eləməyib ora. Heç buna razı deyiləm. Mən bir gün elgiz xoşbəxt olaram ki, mənim evim, bu baş daşlar var ya, qəbirstanlıq daşları. Mən xoşbəxt olaram ki, mənim evimin daşları, qəbirstanlığın baş daşları yıxsınlar, mənə ev tiksinlər. Mən buna xoşbəxtəm. Bilirsən niyə? Onlar ona görə ki, insan rəhmətə getdi, təmiz bir insandır. Orada nə negativ, nə pis bir şey yoxdur. Pis deyən özümüzük. Bir dəqiqə mən sözünü tutarım. Ölübdür. Onun daşında nə pis bir şey ola bilər. Bəs dilin qoyun qırağı dayanında. Birincisi, sizin səbriniz olsun. O doğrudan da deyirlər, cindərlərdə səbir olmur. Sizsiz. Yadigar sizsiz. Mən sizə subut eləyərəm ki, dünyanı gəldiniz, susuzdıra bilmədiniz. Gəldiniz Bakıya, indi susuzdurmaq istəyirsiniz. Milxanlar Azərbaycandan aldığını alıbdır. Mənim sizə ehtiyacım yoxdur. Bu bir. Cadının başında oturan da sizsiz, qara qüvvəni Azərbaycana gətirən də sizsiz. Sizin kimi adamlar Azərbaycanın cadı eləyib, pis günə qoyub. Yalan deyirəm, bu qardaş, qara qüvvənə mətərsən də. Bəlkə yalandır. Gülməli sözlər danışma. Bəni tanıyan çox gözəl bilir ki, mən həmişə caduya, əmələ, belə şeylərə həmişə əks olan bir insanam. Çox təşəkkür edirəm Sabir bəy ki, siz bizim təklifimizi qəbul ediniz, bizlə getdiniz ora. Rüstəm müəllim, milyonlar hal-hazırda ekran qarşısında olan insanlar özləri baxırlar, kimin kim olduğunu, onlar çox gözəl qiymətləndirəcəklər. Bizim işimiz çəkib göstərməkdir. Biz falçılar da çağırdıq, cadugərlər də çağırdıq, nə bilim, bu qara magiya ilə məşğul insanlar da çağırdıq və eyni zamanda alimləri, elm adamları da çağırdıq və mən sonunda belə bir təklifdə bulunmaq istəyirəm Rüstəm müəllim. Bu sahənin adamların fikirlərini biz öyrəndiyi məsələ ilə bağlı və Nizami Süleymanov akademik, tanıyorsunuz da yəqin ki Nizami müəllimi. Bəli, çox hörmətli Nizami müəllim təklif edibdi mənə. Bəli. Aha. Bu cür fırıldaqçılar. Bu cavan bir uşaqda 22 yaşı var. Az qalır o adamlar onu öldürsün. Estağfurullah, estağfurullah. Mən nökərizəm qardaş. Mən heç nə bilmərəm. Dində kim ki ucadan danışır, o haqsızdır. Siz bayaqdan mənəm deyirsiniz. Mən sizə paltarımı verəcəm gedəndə. Ancaq bir şey eləməsən, siz gətirib burada biabır eləyəcəm mən. Mən sizə verəcəm paltarımı. Mən paltarımı verəcəm. Dəsmalımı verəcəm sizə. Dəsmalım, kimdə dəsmalım var. Mən görüm axı siz mənim o qədər güclü ruhum var. Mənə sən niyə eləyə bilərsən ki? Mən ağlı, düşüncəsi başında olan bir adamam. Özdə, məsələn, üzr istəyirəm. Bax, bu meydandır. Elgiz bəyin böyülü oradadır ki, burada ortada meydan var. Meydan var. Bax, mən şairəm. Mən durub şeir oxuya bilərəm. Bax, siz nə eləyə bilərsiniz bu meydanda? Ay müəllim, ay böyümüz. Deyirəm ki, ürəyimiz haçan istəyir. Bir dənə kameradır. Nədir ki, götürsün Elgizdən. Gecə saat 12-dən sonra. O cinləri bizə göstərsin. Gəlin. Sakitcə otururuq da, qardaş. İstəyirsiniz ekspert gətirin, evi yoxladın ki, səsləri necə yəni, qardaş, normal mənim qulağım, mən eşitsəm, mən dəliyəm. Yaxşı, mənim adıma qoyun ki, bu dəlidir. Bunda çatmır ki, təkcə 5-dir. Elgiz müəllim eşidir, bax bunları. Gəlin, ekspertə gətirin ki, bəlkə deyirsiniz bir şey qoşub evə. Hörmətli tamaşaçılar, demək, bütün indi o ailə ki, hansı ki, böyük faciə üz vermişdi, həm o kişi və onun ətrafında, o qonşuda yaşayan bütün insanlar televiziya qarşısındadır, Rüstəm müəllim. Və biz sizin üçün, özəlliklə sizin üçün, yəni sizin müraciətiniz əsasında bu verilişi hazırlamışıq və digər bizim televiziya qarşısında olan milyonlar üçün bu verilişi biz təşkil elədik. Bütün o xırdalıqlarına qədər toxunduq və bizim hörmətli ekspertlərimiz də məsələyə öz rəyini verdi. Yenə də deyirəm, müzakirə etmək bizdən, baxıb nəticə çıxarmaq sizdən. O ki qaldı, o ağsaqqalın, hansı ki yaxınlarını itirən ağsaqqalın məsələsində mən bir daha onu da əlavə etmək istəyirəm ki, hələ bu son deyil, biz artıq alimlərlə belə fikirləşmişik ki, alimlərlə biz gedək onların evində bir araşdırma aparaq. Rüstəm müəllim, qoşulursunuz da bizə. Elm müəllim, siz də qoşulursunuz. Akademik Nizami Süleymanovun rəhbərliyi ilə belə bir qrup biz yaratmışıq və inşallah yaxın günlərdə biz yenidən o ailədə olacaq və nə nəticə çıxaracaq, hörmətli tamaşaçılar, biz onu sizin nəzərinizə çatdıracağıq. Bizə ayrılan vaxt sona çatdır, hörmətli tamaşaçılar. Gələn həftənin bazar günü biz bir daha inşallah sizdən yenə də görüşəcək. O zamana qədər çalışın, özünüzdən və yaxınlarınızdan müğayət olun. Sağ olun, gecəniz xeyrə.